Gəlin Daniel kitabının 7-ci fəslini birlikdə açaq. Zəhmət olmasa Danielin 7-ci fəsli 23 ayəni oxuyun. O bunu belə izah etdi. 4-cü heyvan yer üzündə olacaq 4-cü padşahlıqdır. O başqa padşahlıqlardan fərqli olub bütün yer üzünü udacaq və hər şeyi tapdalayıb əzəcək. 10 buynuzun mənası budur ki, bu padşahlıqdan 10 padşah çıxacaq. Onlardan sonra isə əvvəlkilərdən fərqli başqası çıxıb 3 padşahı yıxacaq. Haqq Taalanın əleyhinə sözlər deyəcək və Haqq Taalanın müqəddəslərinə zülm edəcək. Hətta təqvimi və qanunları dəyişməyə cəhd göstərəcək. Onlar bir vaxtlar və yarım vaxt ərzində ona təslim ediləcək. Sonra isə məhkəmə qurulacaq və onun hakimiyyəti əlindən alınacaq. Burada yazılıb, Tanrıya qarşı duran düşmən, İblis Tanrının təyin etdiyi vaxtları və qanunları dəyişdirəcək. Başqa sözlə, o, əhdlə nə edəcək? O, hər şeyi tamamilə dəyişəcək, yəni onu məhv edəcək. İsa göyə qalxmazdan əvvəl əhdin məhv ediləcəyini və şeytan tərəfindən böhtana məruz qalacağını artıq bildiyinə görə, o, bu əhdi yerdə nə kimi tərk etdi? O, bunu öz vəsiyyəti kimi buraxdı. O, həqiqətin ardınca gedən və səmavi səltənət həsrətində olan həqiqi insanların bu əhdi sona qədər saxlamasını istəyirdi. Buna görə də o, bu əhdi öz son vəsiyyəti olaraq təyin etdi. Gəlin İbranilərin 9-cu fəslində 15 ayədə bu məsələyə nəzər salaq. Zəhmət olmasa bunu oxuyun. Buna görə də çağırılmışların vəd edilən əbədi irsi alması üçün Məsih yeni əhdin vasitəçisidir. Məsih kimdir? İsa Məsih bu yer üzünə hansı elçi kimi gəldi? O, bu yer üzünə əhdin elçisi kimi gəldi. Hansı əhddir? Yeni əhd. Məsih yeni əhdin vasitəçisidir. Çünki o, birinci əhd zamanı etdikləri təqsirlərdən onları satın almaq üçün ölmüşdü. Vəd edilmiş əbədi miras səmavi padşahlığa daxil olmaq üçün ən vacib açarı göstərir. Bu açar yeni əhddir. Bu əhd vasitəsilə biz vəd edilmiş əbədi mirası alacağıq. Gəlin davam edək. Bir vəsiyyətnamə varsa, vəsiyyət edənin ölümünü sübut etmək lazımdır. Çünki vəsiyyətnamə yalnız ölümdən sonra qüvvəyə minir. Vəsiyyət edən sağ olanda vəsiyyətnamənin heç bir qüvvəsi yoxdur. Vəsiyyət ifadəsinin üstündə bir qeyd var, elə deyilmi? Dipnotda nə deyilir? O, qəti şəkildə əhdi öz vəsiyyəti kimi təyin etdi ki, bu əhdə sona qədər əməl edək. Buna baxmayaraq, bir çox insanlar bu yer üzünə əhdin elçisi kimi gəlmiş isə Məsihin bağladığı əhdə məhəl qoymurlar. Onlar əhdin əhəmiyyətini dərk etmirlər. İbranilərin 8-ci fəslində yazılıb ki, yeni əhdi qəbul etməyən və yeni əhddə yaşamayanları Tanrının xalqı adlandırmaq olmaz. Bu əhdi əldə etməli olduğumuzun aydın səbəbi var. Gəlin İbranilərin 8-ci fəslində 7 ayəyə nəzər salaq. Əgər ilk əhd qüsursuz olsaydı, əgər səhv olmasaydı, ikinci əhdə səbəb axtarılmazdı. Çünki Allah öz xalqını təqsirkar çıxararaq deyir, Rəbb bəyan edir, İsrail xalqı və Yahuda xalqı ilə yeni bir əhd bağlayacağım günlər yaxınlaşır. Tanrı yeni əhdi yaradır, lakin öz başına deyil. Əhd qurmaqda məqsəd, vəsiyyət və məna vardır. Yeni əhd elçisinin bağladığı əhddir. İlə yeni bir əhd bağlayacağım günlər yaxınlaşır. Bu əhd atalarını Misir torpağından çıxartmaq üçün əllərindən tutduğum gün onlarla bağladığım əhdə bənzəməyəcək. Çünki onlar əhdimə sadiq qalmadılar, mən də onlardan üz döndərdim. Rəbb belə bəyan edir. O günlərdən sonra İsrail xalqı ilə bağlayacağım əhd belədir. Rəbb bəyan edir, qanunlarımı onların zehinlərinə qoyub ürəklərinə yazacağam. Mən onların Allahı, onlar da mənim xalqım olacaq. Onda mən onların. O nə olacaq? Allahı. Tanrının bizim Tanrımız olması üçün hansı əhdi bağlamalıyıq? Yeni əhdi bağlayanlara Tanrı dedi, mən sizin Allahınız olacağam. Onlar da, yeni əhd bağlayanlar, mənim xalqım olacaq. Bu səbəbdən o, əhd elçisinin tapşırığı ilə bu yer üzünə gəldi və yeni əhdi qurdu. Bəs bugün İsa'ya inandıqlarını iddia edən insanlar bu əhdə inanırlarmı? Onlar İsa'nın yer üzünə əhdin elçisi kimi gəldiyini belə bilmirlər. Onlar İsa'nın hansı əhdi bağladığını belə bilmirlər. Sadəcə qeyri-müəyyən bir imanla iman həyatı yaşayırlar.
Bununla belə, siz və mən bu yer üzünə əhdin elçisi kimi gəlmiş İsa'nın təyin etdiyi yeni əhdi qəbul etdiyimiz üçün İsa Məsih bizim Tanrımız olur. Biz isə onun həqiqi xalqı oluruq. Yalnız həqiqi insanlar səmavi padşahlığa girə və Tanrının himayəsini ala bilərlər.